mən sizə əzab çəkdirəcəm, ən sonda ehtiyacım olanı alıb gedəcəm. Ənsərov İlham bu sözləri hansısa bir varlığın yazdığını iddia edir. Xəzər rayon Binə qəsəbəsinin sakini İlham Ənsərov bu sözləri hansısa bir varlığın yazdığını iddia edir. Onun sözlərinə görə yaşadıkları evdə hər gün paranormal hadisələr baş verir. Qəribə varlıqlar əşyalarının yerini dəyişir, evi daşlayır, qabları sındırır və qorxulu səslər çıxarır. İçəri girə bilmirik. Qorxudan yasırıq yanımızı. Əməli başlı xəstə olmuşuq. Bu gecə vapşı çöldə yatmışım. Qab, qaşıq qalmıyor. Hamısını qırıq, qazı açır, buraxır. Qapıları örtürük, televizor bağlayırıq, çıxırıq çölə, gəlirik ki, hamısı açırıq. Ev sakinləri bildirirlər ki, hadisə təxminən 25 gündür davam edir. Gəldik, budur, qapını açdı, barabar girdik də içəri. Budur, nə eləyib, bilmirəm, bunun içində nə püküb, nə basırıb, nə eləyib, bunu, elə bir uşaq qoyub, buraya. Uşağın paltarı. Uşaqdan heyb almaq istəyir. Mən uşağımı öldürübsünüz, mən sizdən heyb alacağım. Çox mollaları getmişik. Gəlib oxuyublar, hər gün gəlib oxuyublar. Onlar oxuyanda naborot bunlar qışışır. Ayaqlarını yerə döyürlər, tap, çığırırlar. Ev sakinlərinin iddialarına görə bu evdə paranormal hadisələr baş verir. Elə biz də 10-15 dəqiqədir ki, artıq bu evin içərisindəyik və bir neçə hadisəni görürük. Bizim burada olduğumuz müddətdə daş, qənd, digər cisimlər atıldı. İndicə elə telefonu bura atdılar. Vətəndaşlar deyirlər ki, bir neçə yerə müraciət eləsələr də, yəni bunun səbəbi hələ tam olaraq bilinmir. Ailə üzvləri evdə hətta günün müəyyən saatlarında qəribə səslər də eşitdiklərini iddia edirlər. Arxada otaq var, mən oranı çəkdim. Orada dayı səs eşitdim mən, danışan səs. Saatları var, səhər saat 7-dən başlayır, axşam saat 9-a 10-a kimi.